3 ədəd yumurta, 150 qram şəkər tozu, çay qaşığının 1/4 hissəsi duz və 3 ədəd limonun üzərinin sarı hissəsini yüngülvari rəndələyirəm. Ağarana kimi çırpdıqdan sonra üzərinə 1 ədəd limonun şirəsi və 150 ml bitki yağı əlavə edirəm. 230 qram un və 1 bağlama qabartma tozunu ələyərək əlavə edib qarışdırıram. Yağlı kağız yerləşdirdiyim keks qablarına xəmiri bölüşdürüb 180 dərəcədə bişirirəm. 130 qram limon suyu, 100 qram adi su, yumurtanın sarısı, 2 xörək qaşığı qarğıdalı nişastası, yarım çay qaşığı sarı kök və 50 qram şəkər tozu əlavə edib az istilikdə qarışdıraraq bişirirəm. Qaynar halda üzərinə 100 qram yağ əlavə edib qarışdırıram. Kekslərin üzərində oyuq açdıqdan sonra isə içlikdən bolluca yerləşdirib üzərinə ovuntu səpirəm.